Herkese salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Bugün sizə dövlət xidmətlərindən daha rahat və sürətli şəkildə istifadə etməyə imkan verən MyGov mobil tətbiqində qeydiyyat prosesini izah edəcəyəm. Bildiyiniz kimi bir çox dövlət xidmətləri artıq rəqəmsal formada təqdim olunur və bu xidmətlərdən yararlanmaq üçün ilk addım MyGov platformasında uğurlu qeydiyyatdan keçməkdir. Lakin bəzi vətəndaşlar qeydiyyat mərhələsində çətinliklərlə qarşılaşır və ya prosesi necə həyata keçirməli olduqlarını tam bilmirlər. Məhz buna görə bu videomda MyGov mobil tətbiqinin yüklənməsindən başlayaraq qeydiyyatın tamamlanmasına qədər bütün prosesləri addım-addım və sadə şəkildə göstərəcəyəm. Videonun sonunda siz MyGov hesabınızı yaratmış olacaq və platformanın təqdim etdiyi elektron xidmətlərdən rahatlıqla istifadə edə biləcəksiniz. Əgər siz də dövlət xidmətlərinə daha sürətli çıxış əldə etmək, vaxtınıza qənaət etmək və bütün prosesləri telefonunuz vasitəsilə idarə etmək istəyirsinizsə, videonu diqqətlə izləyin. Gəlin qeydiyyat prosesinə birlikdə başlayaq. Bunun üçün ekranda baxdığınız aşağıda Play Store, yəni tətbiq mağazasından ilk olaraq yuxarıdakı MyGov mobil tətbiqini yükləyirsiniz. Mən indi yüklənmiş olmadan inşallah izah edəcəyəm. Deməli, MyGov yuxarıda baxdığınız MyGov mobil tətbiqinə daxil oluruq. Daxil ol yazısına toxunuruq. Deməli, bizi ilk olaraq mygovid.gov.az rəsmi internet səhifəsinə yönləndirdim. Burada birinci növbədə şəxsi kabinetə daxil olmaq üçün giriş formaları baxırsınız mövcuddur. Sima imza, asan imza və identifikasiya nömrəsi ilə deməli MyGov mobil tətbiqinə daxil olacağıq. Yəni deməli mygovid.gov.az rəsmi internet səhifəsindən deməli daxil olacaq. Bax bu gördüyünüz üsullarla və bizi yönləndirəcək MyGov tətbiqinə. İndi inşallah diqqətlə prosesi izləyin. Dediyim kimi sima imza ilə, asan imza ilə və identifikasiya nömrəsi ilə MyGov mobil tətbiqinə daxil ola bilərik. Mən identifikasiya nömrəsi ilə, yəni şəxsiyyət vəsiqəsi məlumatlarıyla MyGov mobil tətbiqinə daxil olacağam. Bunun üçün aşağıda identifikasiya nömrəsi ilə yazılan yerə toxunuruq. Burada identifikasiya nömrəsi, yəni PIN kodu birinci növbədə birinci xanaya şəxsiyyət vəsiqəsinin PIN kodunu daxil etməliyik. Aşağıda şifrə yazılan yerə deməli şifrəmizi daxil edirik. Deməli bu bölməni doldurandan sonra daxil ol yazısına toxunuruq. Budur. Artıq biz MyGov mobil tətbiqinə daxil olduq. İrəli yazısına toxunuruq. İrəli yazısına toxunuruq. Yenidən toxunuruq. Yenidən toxunuruq. Bir daha toxunuruq. Burada kod təyin edirik. 4 rəqəmli kod təyin edirik. Kodu təkrarlayırıq. Barmaq izi olan telefonlar varsa barmaq izindən daxil ola bilərlər. Burada deyir ki, barmaq izi ilə daxil olmaq istəyirsiniz. Bəli, seçirəm. Məndə barmaq izi var. Budur. Artıq biz MyGov mobil tətbiqinə daxil olduq. Və buradan deməli müxtəlif növ elektron xidmətlərdən istifadə edə bilərsiniz. MyGov mobil tətbiqində qeydiyyat prosesi bu qədər.
Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Videom əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.